Yəni Peyğəmbərimizin sallallahu əleyhi və səlləmin evlənməsi o zamanına görə, o vaxta görə, o cəmiyyətə görə normal idi. Yəni o cəmiyyətdə o qızın atası var idi, anası var idi, qohumları var idi, cəmiyyətin özü var idi. Peyğəmbərimizin düşmənləri vardı. Yəni Peyğəmbərimizə qarşı hər fürsətdə bəhanə axtaran insanlar var idi ki, onlar ona ləkə vurmaq istəyirdilər, tənə yaxmaq istəyirdilər. Aydındır? Əgər bu ayıb olsaydı həmin dövrdə, onu Peyğəmbərə ayıb tutardılar. 6 yaşda deyildi, 9 yaşı var idi Ayşə radiyallahu anh'ın. Aydındır? 9 yaşı var idi. Və o cəmiyyətdə bu normal hal sayılırdı. Aydındır? Yəni bu gün də cəmiyyətdə bir çox normal hallar var ki, belə deyək, bir çox hallar var ki, cəmiyyət onu normal qəbul edir. Aydındır. Sadəcə bu indi dünyada təbliğat belə gedir ki, erkən evliliklər ziyandır, filandır, peşmandır. Nə bilim, qız gərək filan qədər yaşı olsun, neyləsin. Oğlanlar, qızlar min hoqqadan çıxsınlar, təcrübə eləsinlər. Yəni buna aparırlar cəmiyyəti. Aydındır. Yəni deyirlər ki, oğlan qız öz münasibətlərini qorumaq üçün birinci gərək qeyri-rəsmi yaşasınlar, vətəndaş nikahı ilə yaşasınlar, vətəndaş nikahı. Yəni elə belə də ikisi razılaşıb, yaşayırlar 1 il, 2 il, 3 il. Sonra istəsələr evlənirlər. Ruslar deyir, etimai devuşka. Bir evdə yaşayır, etimai devuşka. Hələ jenası deyil də. Birinci devuşkası olur, ondan sonra jenası olur. O da şansı olsa. Aydındır. Ona görə əxlaqdan getmir söhbət, qardaş. Əxlaqdan getmir söhbət. Yəni bugün bu təbliğatlar, aydındır. Bu təbliğatlar yəni sən bunlara ərəb nağılı deyirsənsə, bəs sənə bu Avropadan gələn o nağıllar kimin nağılıdır? Avropa nağıllarıdır. Yəni Rusu nümunə çəkirəm, çünki bugün eyni vəziyyət bizim Azərbaycanda da yaşanır. Bugün artıq vəziyyət ona doğru gedir. Aydındır. Yəni 20 ildən sonra bizim cəmiyyətdə də Avropadakı kimi, Amerikadakı kimi, Rusiyadakı kimi, yəni qızlar eyni həyat tərzini yaşayacaqlar, əgər belə getsə. Bu düşüncə ilə, bu təfəkkürlə. Aydındır. Yəni söhbət təbliğatdan gedir. Ona görə onların təbliğatı nəticəsində bugün sizə bu qəribə gəlir. Amma qədim Azərbaycan mədəniyyətinə baxsan, bizim Azərbaycanda qədimdə, yəni çox qədim də demirəm ha, yəni 70, 80, 90 il, 100 il qabaq. Hələ qadınlar o yaşlarda evlənirdilər, ərə gedirdilər. Kişilər o yaşda evlənirdilər. 12 yaşda, 11 yaşda, 13 yaşda ailə qurub yaşayan insanlar var idi.